Erdoğan açıklamalarını seslendirir. Özgür Özel'e kimsen ki Maliye Nazirimizi şikayet edirsen bir gün sen de öleceksen deyip Erdoğan muhalefet partisinin lideri her yerde devletimizi ve Maliye Nazirimizi şikayet edir. Sen kimsen ki benim nazirimi şikayet edirsem senin çekin nedir? Bu sözleri Türkiye Prezidenti Recep Tayyip Erdoğan partisinin grup toplantısında deyip Stat, indi vandallar tarihi mezarlara zarar verirler. Özgür Özel, bir gün sen de öleceksen. O zaman senin de mezardaşın olacak. Bu tarihi abidelere zarar verenlere mütləq tədbirlər görülecek. Onların hamısı tespit edilerek cezalanacaklar. Türkiye'de ana muhalefet partisinin quldurların oyuncağı haline gelmesi bizi çok narahat edir. CHP sədrinin vandallara qol qanad gəlməsi bizi de rencide edir. Bayaq bildirdi ki Recep Tayyip Erdoğan, əziz tamaşaçılar, canlı yayımdadır ve onun açıklamaları ard-arda gelmektedir. Türkiye'de esas cinayeti töreden CHP'dir deyip Erdoğan, Türkiye'de yaşananların başında CHP dayanır ama günahkar AK Parti kimi gösterilir. Sizin aranızdaki ihtilaf sebebiyle ettiklerinize bizi niye karıştırırsınız diye Erdoğan seslenip icra hakimiyetinin rehberi olarak üzerimize düşeni edecek. Vatandaşın verdiği vergilerin 3-5 quldur tarafından gasp edilmemesi için çalışırıq. Buradan CHP rəhbərliyinə səslənirəm. Səviyyəni düşürmək həvəsləriniz boşunadır. Sağa sola böhtan atmağı bırakın. Partiyanız içindeki davalara bizi alet etmeyin. Erdoğan çıxışında Soljenitsınla misal getirip yalan söylediklerini bilirler ama utanmadan yine yalan söylüyorlar. İndi CHP'nin ettiği tiyatro oyunundan başka bir şey değil. Bir daha hatırladım ki bu Recep Tayyip Erdoğan'ın hazırda deməli daha bir açıklaması var əziz tamaşaçılar. Recep Tayyip Erdoğan CHP'nin korrupsiya əməllərindən film çəkilsə əsl Braziliya serialı çıxar deyib. Və deməli maraqlıdır, həqiqətən maraqlıdır. Türkiye Prezidenti Recep Tayyip Erdoğan partisinin grup toplantısında İstanbul meriyasında aparılan korrupsiya əməliyyatları barədə danışıb, deməli o bildirib keçən ilki belediye seçkilərində arzu etmədiyimiz nəticələrlə üzləşdik. Bizim bəzi belediyeləri itirməyimiz Türkiye'ye ağır zərbə vurur. Həmin şəhərlərdə yaşayan 10 minlərlə insanımız yeni merlərdən heç bir xidmət görmürlər və üstəlik tərəfdarlarımız təhqirlərə məruz qalırlar. Belediyelərə verilən hüquqlar birilərinin şəxsi tamahları və mənafeləri üçün istifadə edilir. İstanbul'un bugünkü belediyesi ise əsl adam yiyənlikdir. Üstelik belediye İstanbul halkının en mehrem bilgilerini 3-5 milyona xarici agentliklere peşkeş çekilip İstanbul'un CHP belediyelerinin ettiği korrupsiya əməllərindən film çekilse əsl Braziliya serialı çıxar. Bütün bunlar CHP'nin içinden gelen şikayetler esasındadır. Lakin CHP rəhbərliyi bu iddialara cevap vermek yerine ucuz siyasetle meşguldür. Bundan başka onlar baş veren skandalları örtbasdır etmekle meşguldurlar. Üstelik korrupsiya edenlere değil, bu əməlləri ifşa etmeye çalışanlara hücum çəkirlər. Hatta bunların günahını benim ve partiyamın üstüne yıkmağa çalışırlar. Əziz tamaşaçılar, bu da Recep Tayyip Erdoğan'dan gelen daha bir maraqlı açıklama ve o bəzi qüvvələr hakimiyyətlə cəmiyyət arasında münasibətlərə xələl gətirməyə çalışır fikirlərini də səsləndirib. Erdoğan Türkiye'de esas cinayeti törədenin CHP olduğunu da deyib və sair və ilaxır dediyim kimi bu Recep Tayyip Erdoğan'ın hazırda canlı yayımda səsləndirdiyi fikirlərdir. Və yeri gəlmişkən əziz dostlar, daha bir maraqlı xəbər də var. Mən istəyirəm bu xəbəri də videosu da var bunun. Türkiye'nin açtığı sərhəd qapısından keçən Ermənistanın yardım karvanları Hələbə necə daxil olub. Ermənistandan Suriyanın Hələb şəhərinə göndərilən 80 tonluq humanitar yardım karvanı ünvana çatıb. Musavat.com xəbər verir ki, bu barədə məlumatı Sputnik Armeniya yayıb. Humanitar yardım daşıyan maşın karvanı Türkiye ile Ermənistan arasından sərhəd keçid məntəqəsi olan Marqara sərhəd buraxılış məntəqəsindən keçərək Suriye'ye daxil olub. Məlumatda deyilir ki, Marqara keçid məntəqəsi martın 21-dən 31-nə qədər fəaliyyət göstərəcək. Ermənistan tərəfi bu addımı Suriyada, xüsusilə Hələb və ətraf bölgələrdə yaşayan erməni əsilli Suriyalılara yardım məqsədi ilə atdığını bildirib. Lakin bu proses Azərbaycanda narahatlıq doğurur.
Azərbaycan mediası və ictimaiyyəti Ermənistan-Türkiyə sərhədlərinin bu şəkildə açılmasını, üstəlik bunun rəsmi Bakı ilə razılaşdırılmadan baş tutmasını sual altına alıb, ekspertlər bu kimi addımların davamlı xarakter alması təhlükəsini də gündəmə gətirirlər. Azərbaycan ictimaiyyəti hesab edir ki, regionda baş verən bu kimi proseslər Bakı ilə razılaşdırılmalı və qardaş dövlətlərin qarşılıqlı etimad və güvən prinsiplərinə uyğun şəkildə aparılmalıdır.